Salam dəyərli izləyicilərimiz, xoş gördük sizi. Özəl müsahibənin növbəti buraxılışı ilə qarşınızdayıq. Bugün özəl müsahibənin özəl qonağı isə millət vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Elçin Mirzəbəylidir. Elçin müəllim, xoş gəlmisiniz, xoş gördük sizi. Xoş gördük Gülbahar xanım. Elçin müəllim, elə ilk sualımla başlamaq istəyirəm ki, Elm və Təhsil Komitəsi hazırda prioritet hesab etdiyi qanun layihələri hansılardır? Və xüsusilə ümumi təhsil haqqında qanunda dəyişikliklər niyə vacibdir? Təbii ki, ümumi təhsil haqqında qanun layihəsində dəyişikliklərin edilməsi də həm komitənin qarşısında, həm də təbii ki, Milli Məclisin qarşısında dayanan ən vacib faktorlardan biridir. Yeni çağırışlar var cəmiyyətdə. Baxımdan yeni çağırışlar təhsil sistemində də yeni yanaşmaların ortaya çıxmasına zəmin yaradır. Bu istiqamətdə deməli vacib faktorlardan biri təhsil qurumları ilə Milli Məclisin Müvafiq Komitəsinin daim əlaqədə olması, intensiv əlaqədə olmasıdır. Baxımdan düşünürəm ki, çox yaxşı ənənə formalaşıb. Elm və Təhsil Komitəsi ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi arasında əlaqələr dinamikdir, genişdir, müxtəlif çərçivələrdə deməli görüşlər keçirilir, müzakirələr aparılır, şəffaf, açıq və düşünürəm ki, bu əməkdaşlıq əslində həm də qanunvericilik bazasının təkmilləşdirilməsinə imkan yaradır. Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi istiqamətində komitə hansı işləri görür? Prinsip etibarilə bu istiqamətdə bəlli olduğu kimi qanunvericilikdə müvafiq əlavə dəyişikliklər edilib. Məktəbəqədər təhsilin spektrinin genişləndirilməsi əslində bütövlükdə bu sahədə olan problemlərin aradan qaldırılmasına və təhsilin daha da əlçatan olmasına imkan yaradır, zəmin yaradır və bu istiqamətdə artıq bəlli olduğu qədər müvafiq qanunvericilik aktlarının qəbul edilməsi istiqamətində və eyni zamanda ondan irəli gələn digər qanunvericilik aktlarına dəyişikliyin edilməsi istiqamətində addımlar atılıb. Gələcəkdə təbii ki, bu istiqamətlər hansı bir təşəbbüslər olacaqsa, çox güman ki, komitə çərçivəsində müzakirə olunaraq məsələyə münasibət bildiriləcək. Elm və Təhsil Komitəsi hər zaman ictimai dinləmələrə açıqdır. Prinsip etibarilə bizi bəli, Elm və Təhsil Komitəsinin, bizim komitə sədri hörmətli Anar müəllimin də bu məsələlərlə bağlı indiyə qədər çox saylı deməli çıxışları olub və bildiyiniz kimi Elm və Təhsil Nazirliyi ilə birlikdə ortaq layihələr var. Dinləmələrin keçirilməsi eyni zamanda planlaşdırılır ən müxtəlif səviyyələrdə. Paralel olaraq həmçinin dərsliklərlə bağlı da Elm və Təhsil Nazirliyi ilə birlikdə parlamentdə dinləmələrin, geniş dinləmələrin keçirilməsi nəzərdə tutulub. Çox yaxşı bir mövzuya toxundunuz, dərsliklərlə bağlı. Mən bilmək istəyirdim, görüm dərsliklərimizdə problem nədir və bunun çözüm yolu nədədir? Dərsliklərdə mənə görə, yəni daha çox düşündürən və narahat edən səbəb kimi daha çox dərsliklərin dili ilə bağlı narahatçılıqlarım var və eyni zamanda tutaq ki, Azərbaycan dili və ədəbiyyat dərsliklərində olan mətnlərlə bağlı məni narahat edən məqamlar var. Mətnlərin keyfiyyəti, təqdim olunan mətnlərin ümumiyyətlə təhsil prosesinə nə dərəcədə töhfə verə biləcəyi vacib faktorlardan biridir. Müəllim bununla bağlı çox önəmli bir məsələyə toxunmuşdur. Azərbaycan tarixi ilə bağlı və tamamilə tarix dərslikləri bağlı hörmətli nazirin fikirlərini birmənalı şəkildə dəstəkləyirəm. Əslində bu problemin kökündə çox saylı komponentlər yatır. Yəni dilin akademikləşdirilməsi məqsədyönlü şəkildə zamanında Sovet dövründən yaranan və qalan problemlərdir. Amma tariximiz Azərbaycan gənclərinə daha sadə dillə, el dilində, hər kəsin başa düşəcəyi, anlaşacağı bir dildə çatdırılmalıdır. İnsanlar indi uzun-uzadı mətnləri oxumağı sevmirlər, heç yadda da qalmır. İnformasiya boşluğu və bolluğu içərisində insanlar onlara daha çox fayda gətirəcək, daha çox xeyir verəcək kontentlərlə işləməyə üstünlük verirlər. Mən təbii ki, prosesə öz üzərində işləməyə sevən insanları nəzərdə tuturam. Gənclərimizə qısa hekayələr formasında tariximizi anlatmaq daha yerinə düşər düşünürəm və təbii ki, o hekayələrin dili də, məzmunu da, keyfiyyəti də yüksək olmalıdır. Ümumiyyətlə, təhsil dərsliklərin hazırlanması strateji bir məsələdir.
Bunu hər kəsə həvalə etmək olmaz. Və düşünürəm ki, bu prosesin içərisində Azərbaycan ədəbiyyatını, dilini, tarixini mükəmməl bilən, özünü təbii ki, mətn formasında, şifahi nitq olaraq daha yaxşı bir ruzə vermək, ifadə etməyə bacaran insanlar prosesin içərisində yer almalıdırlar. Və həmçinin bu dərslik yaradıcıları təhsil prosesindən kənarda qalan insanlar olmalı deyil. Yəni onlar ilk növbədə özlərini uşaqların yerinə qoymalıdırlar. Uşaqlar kimi düşünməyə bacarmalıdırlar ki, onlar hansı kontenti daha rahat qəbul edə bilərdilər. Yoxsa biz akademik bir çərçivədə bir yanaşma qoyuruq, düşünürük, o çərçivədə danışırıq, amma yerdə qalan, da ki, 5-ci, 6-cı sinif dərsliyin bu akademik ifadə tərzindən ümumiyyətlə məlumatı xəbəri yoxdur və yaxud 7-ci sinif, 8-ci sinif fərq etmir. Bu baxımdan da bu dərslik yaradıcıları ilə bu proses həyata keçirilən insanların daim ünsiyyətdə və dialoq içərisində olmasına ehtiyac var. Şagirdlərlə bu məsələlərə içərisində sorğu aparılmasına, onların rəylərinin öyrənməsinə ehtiyac var. Yəni biz bəzən təhsilin əsas predmeti olan, əsas segmentini tamamilə bir kənarda qoyuruq. Özümüz onlardan kənar hansısa bir belə deyək, proses formalaşdırmağa çalışırıq. Amma şagirdlər də bu prosesin tərkib hissəsinə çevrilməlidir və mənim qənaətimə görə dərslik yaradıcılığında şagirdlərin də düşüncəsinin yer almasına yol açmaq lazımdır. Onların nə istədiyini də öyrənmək lazımdır. Çox təşəkkür edirəm. Elçin bəy, müəllimlərin işə qəbul müsabiqəsi haqqında danışaq ki, müəllimlərin işə qəbul üzrə müsabiqədə ödənişli iştirakı komitə tərəfindən, yəni sizlərdən gələn bir təklif idi. Bunun əsasında nə dayanır? Çoxsaylı komponentlər dayanır prosesin içərisində. Burada ödənişli əsaslarla deyəndə biz məsələyə aydınlıq gətirməliyik. Çünki ilk imtahanda hər kəs üçün bərabər imkanlar yaradılır və heç kimdən əlavə vəsait, hər hansı bir vəsait tələb olunmur. Bu ikinci dəfə artıq imtahana qatılan insanlardan tələb olunur. Bu əvvəla məsuliyyət məsələsini artırılması üçün vacib komponentlərdən biridir. Yəni insan arxayın olanda ki, mən 5-ci, 10-cu, 20-ci dəfə keçəcəyəm və faktiki olaraq ciddi yanaşmır bu məsələyə mahiyyət etibarilə. Başqa faktorlardan biri ondan ibarətdir ki, imtahanın məhz, yəni söhbət ikinci, üçüncü və s. imtahanların pulsuz olacağını nəzərə alan insanların çox hissəsi onlara qatılmırdılar. Nəticə etibarilə müraciət edirdilər, amma qatılmırdılar və qatılmamaq nəticəsində də dövlət büdcəsinə külli miqdarda ziyan dəyirdi. Yəni, nəticə etibarilə hazırlıq prosesi gedir. Məsəl üçün deyirəm, 10.000 adam üçün hazırlıq prosesi gedir və hazırlıq prosesində 10.000 adamın iştirakı nəzərə alınır. Bütün komponentlər, ona vəsaitlər xərclənir, amma onların 3.000-i gəlmir. Faktiki olaraq bu vəsaitlərin boşuna xərclənməsi anlamına gəlir. Yəni, təhsil üçün hər qəpik belə qiymətlidir və boşuna bir qəpik belə dövlət büdcəsindən xərclənməli deyil. Əslində bu yanaşma həm dövlət büdcəsinə olan münasibətdən, həm vətəndaşa olan münasibətdən qaynaqlanan məsələdir. Bu faktiki olaraq heç kim üçün problem yaranmır. Əslində bildiyiniz kimi digər sahələrdə də artıq çoxdandır ki, ikinci və təkrar imtahanlar pulludur. Yəni burada qeyri-adi heç nə yoxdur. Sadəcə olaraq bu günə qədər digər sahələrdə mövcud olan deməli presidentə təhsil sektorunun da uyğunlaşdırılmasından başqa bir şey deyil. Müəllimlərin statusunun gücləndirilməsi istiqamətində komitə hansı işləri görür? Çünki cənab nazir də dəfələrlə öz çıxışlarında vurğulayıb ki, məhz bu yöndə işlər davam etdirilir. Bu istiqamətdə müəyyən addımların atılması ehtimalı var və mən öncədən heç nə deyə bilmərəm indiki şəraitdə. Düşünürəm ki, müvafiq qanun layihəsi ilə bağlı məqamlar ortaya çıxdıqdan sonra biz tak ki, imtahanların bir pilləli sistemə çevrilməsi, yalnız bir dəfə imtahan verilməsi orta məktəbin deməli bitirdikcə. Mənim qənaətimə görə ümumiyyətlə universitetlərə qəbul prosesi, ali məktəblərə qəbul prosesi orta məktəb imtahanlarının nəticəsində həyata keçirilməlidir. Və bu sadəcə olaraq bir neçə fənni əhatə etməli deyil. Bütün
fənləri əhatə etməlidir. Nə üçün? Belə olduğu təqdirdə artıq müəllimlərin, bütün sahələrdə çalışan müəllimlərin həm nüfuzu qalxacaq, həm statusu yüksələcək, həm də təbii ki, onlar həm də özlərini dəyərli hesab eləyəcəklər. Ta ki, indi bildiyiniz kimi əmək bazarının tələblərinə uyğun olaraq insanlar müxtəlif sahələrə şagirdlər üst tuturlar. Adətən bir qayda olaraq indi daha çox texniki istiqamətlər tutaq, daha çox dəbdədir, belə deyək, və yaxud həkim ixtisasını seçənlərin sayı çoxdur və s. Yalnız həmin deməli fənlər, deməli qruplar üzrə imtahan fənlərinin biz daha çox öyrənilməsinin şahidi oluruq. Yəni imtahana hazırlıq prosesinin bildiyiniz kimi repetitorluqda bir yandan, yəni bu prosesin içərisində yer alan real faktorlardan biridir. Amma nəticə etibarilə digər fənlər faktiki olaraq ikinci planda qalır. Yəni biz artıq Azərbaycan dilinin, Azərbaycan tarixinin və s. və ilaxır, yəni çox sayılı coğrafiya və s. digər humanitar fənlərin bir çoxlarının sıradan kənarda qaldığını görürük. Amma təhsil yalnız mütəxəssis formalaşdırmır və yaxud hansısa yəni mütəxəssisliyin formalaşdırılması prosesində öncəki baza biliklərinin yaradılmasına xidmət etmir. Təhsil eyni zamanda şəxsiyyətin formalaşdırılması vacib faktorlardan biridir və oranın içərisində əgər humanitar fənlər yer almırsa, yəni o şəxsiyyətin formalaşması prosesi yarımçıq gedir nəticə etibarilə. Baxımdan da mənim yanaşma tərzimə görə istisnasız olaraq bütün fənlər yer almalıdır imtahan prosesinin içərisində və orta məktəb nəticəsinə uyğun olaraq ali məktəblərə, təhsil məktəblərinə qəbul prosesi həyata keçirilməlidir. Bu, müəllimin statusunun yüksəldilməsinə xidmət edən faktorlar ola bilər. Eyni zamanda aparılan, görülən işlər, aparılan təbliğat, müəllimlərin ələ baxımlılığından xilas olması, müəllimlərin maddi-texniki bazasının faktiki olaraq, yəni sosial həyatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər son nəticədə düşünürəm ki, müəllimlərin ənənəvi statusunun bərpa olunmasına və daha yüksəldilməsinə xidmət edəcək. Əslində mən aparılan islahatların gələcəyinə çox böyük ümidlə yanaşıram. Çünki başa düşürəm çox yaxşı ki, proses qısa müddətli bir proses deyil. Zaman keçdikcə biz yeni çağırışlarla qarşılaşacağıq və o çağırışlara uyğun olaraq da islahatların irəliyə doğru aparılması istiqamətində də indi həm parlament olaraq, həm elm və təhsil komitəsi olaraq, həm təbii ki, elm və təhsil nazirliyi olaraq ciddi addımlar atmalıyıq. Əslində sizin də dediyiniz kimi vətəndaşlarımız bu aparılan islahatların daha tez nəticə verməyini gözləyir, amma mümkün olan məsələ deyil. Hər şeyin bir zamanı var. Əslində buraxılan boşluqlar həddən artıq çoxdur. Nəticə etibarilə mən ötən zaman kəsiyinə qayıdıb yenidən hər şeyi müzakirə prosesində daşımaq istəmirəm. Amma boşluqları aradan qaldırmaq, stereotipləri qırmaq, məhv etmək, daşlaşmış stereotiplər var müəllim haqqında, təhsilin özü haqqında, universitetlər haqqında. Bu stereotipləri, mifləri dağıtmağın özü bir zaman aparan proses. İnsanların birinci növbədə dəyişməsinə ehtiyac var. Yəni, islahat insanın düşüncəsindən başlayır. İslahat sənin beynində dəyişikliklərdən başlayır və düşünürəm ki, görülən işlərin içərisində həm də bizim baxış bucağımızın dəyişməsi dayanır ki, müəyyən bir zamandan sonra biz artıq islahatların öz bəhrəsini verməsinə şahidi olacaq. Yəni, bu sahədə ən son nəticə deyilən bir anlayış yoxdur. Təhsil, elm, əbədi bir inkişaf prosesidir. Bunun sonu yoxdur axı. Sonu olmadığı üçün də biz davamlı şəkildə bir islahatların davam edəcəyini şahidi olacaq. Amma artıq bir xeyli müddətdir ki, başlayan islahat prosesi qənaətimə görə müəyyən bir zaman kəsiyindən sonra, ən geci 5 ildən sonra daha qabarıq şəkildə özünü bir üzə verəcək. Çox gözəl. Əcəmə, sonuncu sualımı ünvanlamaq istəyirəm. İdeal təhsil sistemi sizcə necə olmalıdır və son önümüzdəki 5 il ərzində Azərbaycan təhsilindən gözləntiləriniz nədir? İdeal təhsil sistemi qənaətimə görə heç vaxt olmayacaq. Yəni, çünki gözləntilər həmişə çox olacaq. Həyat sürətlə inkişaf edir və biz çox ciddi çağırışlar qarşısındayıq. Bu çağırışlar ola bilsin ki, çox yaxın zaman kəsiyindən sonra özünü daha qabarıq şəkildə bir üzə verdi. Artıq insanlar təkcə özlərinin rəqibləri deyillər. Yəni, artıq süni intellekt var və süni intellekt də
artıq ciddi bir rəqibə çevrilməkdədir. Həyatımız, dünya görüşümüz, ona uyğun olaraq əmək bazarı, yaşayış tərzimiz, hər şey dəyişir və baxımdan da təhsil də ciddi çağırışlar qarşısındadır. Mən Azərbaycan təhsilini daim inkişaf edən, modern, müasir çağırışlara açıq, sağlam və şəffaf münasibətlərin, eyni zamanda düşüncənin yer aldığı bir sistem kimi görmək istəyirəm. Yəni ideal sistem deyəndə müzakirəyə açıq, hər cür problemin şəffaf və açıq şəkildə müzakirə olunduğu bir ortamdan söhbət gedir. Düşünürəm ki, buna doğru da gedirik və əslində Təhsil Nazirliyinin, Təhsil Nazirliyinin bütün bu problemlər haqqında açıq şəkildə mövcud olan danışması və ictimai rəylə iç-içə olması bu məsələlərdə əslində təhsilin gələcəyinə olan baxış bucağının özünü qabarıq şəkildə ortaya qoyur, bir uza verir. Mən bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini düşünürəm və yenə də Azərbaycan təhsilinin gələcəyinə böyük ümidlərlə yanaşıram. Elçin müəllim, çox təşəkkür edirik suallarımızı ətraflı cavablandırdığınız üçün. Sağ olun siz də. Çox sağ olun. Dəyərli izləyicilərimiz, bununla da özəl müsahibə verilişi sona çatdı. Bir daha qeyd etmək istəyirəm ki, özəl müsahibənin bugün qonağı Millət Vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Elçin Mirzəbəyli idi. Sağ olun.